Salam əziz şagirdlər, biz dərslərimizə davam edirik. Yenə qəbul imtahanına düşmüş 20 suala baxacağıq bu video izahda və mövzumuz da çevrə üzrə bərabər sürətli hərəkətdir. İmtahanda hər birinizə uğurlar arzulayıram. Başlayaq. Deməli, biz baxacağıq 1 nömrəli məsələdən çevrə üzrə bərabər sürətli hərəkət. Burada deyilir ki, O nöqtəsindən keçən ox ətrafında fırlanan disk üzərindəki A və B nöqtələri üçün hansı münasibət doğrudur? A. Mərkəzə qaçma təcili, V. Xətti sürət, N. Dövrlərin sayıdır. Deməli, bir şey yadımızda saxlayaq ki, əgər disk deyirsə, baxın burada disk, fırlanan disk deyirsə, diskin üzərində bütün nöqtələrdə sabit olan kəmiyyətlər var. Bu kəmiyyətlər hansılardır? Dövr etmə periodudur, dövr etmə tezliyidir, dövrlərin sayıdır, bir də bucaq sürətidir. Deməli, yazırıq dövrlərin sayı, bucaq sürəti, dövr etmə periodu, bir də dövr etmə tezliyi. Disk üzərində bu 4 dənə kəmiyyət sabit qalmalıdır. Deməli, yazırıq diskdə. Bəs qayışlı ötürmədə nələr sabitdir? Qayışlı ötürmədə isə qısa olaraq deyək, sabit olan kəmiyyətlər, qayışlı ötürmə, baxın, bunu göstərə bilərik. Biz 2 dənə diskdir, bax, bunlar bir-biri ilə ip vasitəsilə əlaqələndirilib. Məsələn, birincinin radiusuna biz R1 desək, ikincinin radiusu R2 olsun. Burada isə sabit olan kəmiyyətlər sürətdir, bir də hər iki diskin getdiyi yoldur. Yəni, bunlar bir-birinə bərabərdir. İndi biz diskdən danışırıq. Diskdə dedik ki, neçə dənə kəmiyyət? 4 dənə kəmiyyət. Dövrlərin sayı, bucaq sürəti, dövr etmə periodu, dövr etmə tezliyi. Bunlar sabit kəmiyyətlərdir. Bu sabit kəmiyyətləri diskdə necə yadımızda saxlayaq bəs? Biz bunu Newton yazsaq, baxın, saitləri açsaq, dövrlərin sayı, bucaq sürəti, period və tezlik. Bunlar sabit olan kəmiyyətlərdir. Amma disk üzərində dəyişən kəmiyyətlər də var. Disk üzərində dəyişən kəmiyyətlər hansılardır? Yəni, sabit olmayan kəmiyyətlər. Disk üzərində, baxın, biz yazmışıq, bu 4 dənə kəmiyyət sabitdir. Təcil, məsələn. Biz təcilin mərkəzdən olan məsafədən asıllığını çıxartmaq üçün təcilin elə bir düsturunu yazmalıyıq ki, bu 4 dənə kəmiyyətdən biri orada olmalıdır. Məsələn, təcilin belə bir düsturunu yazıram mən. Omega kvadratı R. Burada biz görürük ki, omega dedik ki, yəni bucaq sürəti sabitdir. Onda təcil R-lə necə asılıdır? Düz asılıdır. Baxın, A nöqtəsi məsələn, burada belə bir çevrə cızır hərəkət edən zaman. B nöqtəsi, baxın, bu çevrəni cızır. A nöqtəsinin mərkəzdən olan məsafəsi, bax, OA məsafəsi. Bu da B nöqtəsinin mərkəzdən olan məsafəsi, OB məsafəsi. Biz buradan görürük ki, OA məsafəsi OB məsafəsindən daha böyükdür. Ona görə də A nöqtəsinin mərkəzə qaçma təcili B nöqtəsinin mərkəzə qaçma təcilindən böyük olmalıdır. Deməli, birinci variant doğru variantdır. Burada 1 doğrudur. Dövrlərin sayı, bucaq sürəti, period tezlik isə bütün nöqtələrdə sabit olmalıdır. Bir-birinə bərabər olmalıdır. Gəldik xətti sürətə. Xətti sürətində yenə elə bir düsturun yazmalıyıq ki, sabit olan kəmiyyətlər bu düsturda olsun. Çünki biz 2 kəmiyyətin asıllığına baxırıqsa, mütləq 3-cü kəmiyyət sabit olmalıdır burada. Onda baxın, bu düsturu yazıram yenə. Omega ilə gedirik. Omega R. Buradan yenə omega biz bilirik ki, sabitdir disk üzərində. Onda xətti sürət radiusla, yəni mərkəzdən olan məsafə ilə düz asılıdır. Deməli, A nöqtəsinin onda xətti sürəti B nöqtəsinin xətti sürətindən böyük olacaq. Çünki mərkəzdən olan məsafələrə baxırıq. Deməli, 3 doğru cavab deyil. Cavabımız oldu 1-2, Y variantı. 2 nömrəli məsələyə baxaq. Çevrə üzrə bərabər sürətli hərəkətdə maddi nöqtənin mərkəzə qaçma təcilinin çevrənin radiusundan asıllıq diaqramında hansı nöqtəyə uyğun gələn dövr etmə tezliyi ən kiçikdir? Dövr etmə tezliyi ilk öncə gəlin təcilin düsturunu yazaq, amma burada dövr etmə tezliyi də olmalıdır. A bərabərdir, yazırıq. 4 pi-nin kvadratı
N-in kvadratı R. Və buradan görürük ki, 4 onsuz da sabit olan bir cəmiyyətdir. Pi də sabitdir. R, indi burada R-dən asılılığa baxacağıq. N-i tapırıq. N nədir? N bərabərdir buradan. Kök altında A bölünsün 4 pi-nin kvadratı R. Görürük ki, burada N radiusla tərs asılıdır. Təbii ki, nəyin sabit qiymətində? Təcil sabit olmalıdır ki, burada təcil A. N R-lə kökaltı tərs asılı olsun. Və qrafikimizə nəzər salsaq, görürük ki, bütün nöqtələrdə burada təcil baxın, sabitdir, dəyişmir. Onda deməli R-in böyük qiyməti N-in, yəni dövr etmə tezliyinin kiçik qiymət olacaq. Tərs mütənasibdir. Bizdən də nə istəyir? Tezliyin kiçik qiymətini istəyir. Ona görə də 1 tezliyin ən kiçik nöqtəsidir. 4 isə tezliyin ən böyük nöqtəsidir. Cavabımız oldu D variantı. 3 nömrəli məsələ. O mərkəzindən keçən ox ətrafında fırlanan diskin A nöqtəsinin 1, 2 və 3 nöqtələrinə nəzərən sürətləri arasında, yəni nisbi sürətləri arasında hansı münasibət doğrudur? Burada yenə diskdir, amma A nöqtəsinin nisbi sürətidir 1, 2, 3 nöqtələrinə nəzərən nisbi sürəti hansında hansı münasibət doğrudur? A nöqtəsinin ilk öncə biz sürətini, xətti sürətini göstərməliyik. Görürük ki, bu disk saat əqrəbi istiqamətində fırlanır və çevrə üzrə bərabər sürətli hərəkətdən bilirik ki, xətti sürət çevrəyə həmişə toxunan istiqamətdə yönəlir. Yəni A nöqtəsinin biz sürətini çəksək, baxın, toxunan istiqamətdə bu şəkildə olacaq. Məsələn, 2 nöqtəsinin əgər xətti sürətini çəksək, baxın, 2 nöqtəsinin də xətti sürəti bu istiqamətdədir. 3 nöqtəsinin əgər xətti sürətini çəksək, baxın, bu istiqamətdədir. 1 nöqtəsinin xətti sürətini çəksək, yenə baxın, bu istiqamətdə olacaq. Yaxşı, biz bu sürətləri bildik ki, toxunan istiqamətdədir. İndi A cisminin, məsələn, bir cisminə nəzərən nisbi sürətini tapmaq istəyirəm. Biz bilirik ki, nisbi sürətdən artıq bu bizə məlumdur ki, hər hansı bir cismin, məsələn, A cisminin birinci cismə nəzərən nisbi sürətini tapmaq istəyirəmsə, birinci cismin sürətindən çıxmalıyam ikinci cismin sürətini. Baxın, bu şəkildə biz tapmalıyıq. Təbii ki, bu vektorial bir fərq olmalıdır. İndi baxırıq vektorlarımıza. Baxın, bu A cisminin sürət vektoru, bu da birinci cismin sürət vektoru. Bunları biz bir-birindən necə çıxacağıq? Deməli, A cismini saxlayırıq. Bax, bu şəkildədir A cisminin sürət vektoru. Və birinci cismin sürət vektorunu gətiririk digər vektorun başlanğıcına. Yəni, vektorların çıxılma qaydasından bu bizə məlumdur artıq. Vektorları bir-birindən çıxarkən onları baş-başa gətirməliyik. Və ikinci yerdə durandan birinci yerdə durana doğru bir vektor çəkməliyik. İkinci yerdə duran burada birinci cisimdir. Yəni, bunların bir-birinə nəzərən sürət vektoru baxın olacaq bu. Yəni, bu vektor bizə A-nın birinci cismə nəzərən sürət vektorunu verir. Yaxşı, bu vektorun mən qiymətini necə taparam? Burada bir düzbucaqlı üçbucaq yarandı və çevrə üzrə bərabər sürətli hərəkətdə biz bilirik ki, baxın, bunlar hamısı sürətlər sabitdir. Yəni, bu da V-yə bərabərdir, bu da V-dir, 3 də V-dir, 1 də V-dir. Yəni, bu çevrə üzrə bərabər sürətli hərəkətdir. Deməli, V1 əgər V-dirsə, VA da V-dirsə, onda VA1, yəni A-nın birinci cismə nəzərən sürəti. Necə taparam? Burada hipotenuzlu gördüyümüz kimi kök altında V-nin kvadratı üstə gələk V-nin kvadratı. Bu da eləyəcək V kök altında 2. Eyni qaydayla, burada eyni qaydayla ikinci cismə nəzərən də vektor A cisminin ikinci cismə nəzərən sürətini tapsaq, yenə eyni qaydayla biz alacağıq ki, bir də onu hesablamıram. A-nın ikinciyə nəzərən nisbi sürəti yenə V kök altında 2 olacaq. Deməli, A ilə B-ni tapdıq. Bu da A-nın, daha doğrusu A-nın birinciyə nəzərən nisbi sürətini tapdıq. A-nın ikinciyə nəzərən nisbi sürətini tapdıq.
İndi burada baxırıq A-nın 3-cü cismə nəzərən, 3-cü nöqtəyə nəzərən nisbi sürətinə. Görürük ki, burada baxın A sağa sürəti sağa doğrudur, 3-ün sürəti sola doğrudur. Deməli biz burada görürük ki, bu nöqtələrdə sürətlər əks istiqamətlərdədir və əks istiqamətdə olanda A-nın 3-ə nəzərən nisbi sürətini tapanda biz nə edirdik? Qarşı-qarşıya və yaxud da əks istiqamətli olanda toplayırdıq. İkisi də V-dirsə olacaq 2V. Vəssalam. Baxın, bunları indi biz burada müqayisə eləməliyik. Deməli, buradan görürük ki, VA1 bərabərdir VA2-yə və 3 də bunlardan böyükdür. Deməli, kiçikdir, bu ikisi 3-dən. Cavablarımıza baxırıq. Deməli, 1 ilə 2 bir-birinə bərabərdir. 3 də bunlardan böyük oldu. Cavab C variantı. 4 nömrəli məsələyə baxaq. Maddi nöqtənin eyni bucaq sürəti ilə hərəkətində xətti sürətin çevrənin radiusundan asılılıq qrafiki hansıdır? Burada baxın, bizə nə deyir? Eyni bucaq sürəti ilə. Yəni, biz sürətin düsturunu yazarkən bucaq sürətini sabit götürməliyik və bucaq sürəti olan düstura baxmalıyıq. O da, baxın, omega r-dir. Burada əgər bucaq sürəti sabitdirsə, V r-lə necə asılıdır? Təbii ki, düz asılıdır. Ona görə cavabımız burada olacaq D variantı. 5 nömrəli məsələ. Cismin çevrə üzrə bərabər sürətlə hərəkəti zamanı təcil vektoru hansı istiqamətdə yönəlmişdir? Çevrə üzrə hərəkətdə sürət dedik ki, toxunan istiqamətdədir. Məsələn, 1, 2, 3, 4 nöqtələrində sürət həmişə cisim sadə əqrəb istiqamətində hərəkət edirsə, məsələn, 4-ün sürəti bu istiqamətdə olacaq, 1-in sürəti bu, 2-nin sürəti bu, 3-ün sürəti də sola tərəf olacaq. Amma mərkəzə qaçma təcili dediyimiz təcil var ki, çevrə üzrə bərabər sürətli hərəkətdə yaranır və həmişə çevrənin mərkəzinə doğru yönəlir. Deməli, bütün nöqtələrdə çevrə üzrə bərabər sürətli hərəkətdə təcil mərkəzə doğru yönələcək. Deməli, cavabımız olacaq Y variantı. 6 nömrəli məsələ. Verilmiş radiusu çevrə üzrə hərəkət edən cismin dövrətmə tezliyini azaltdıqda, onun dövrətmə periodu necə dəyişər? Dövrətmə tezliyi ilə dövrətmə periodu biz bilirik ki, bir-birindən tərs asılı kəmiyyətlərdir. Yəni, tezlik bərabərdir, n bərabərdir, 1 bölünsün t və yaxud da t bərabərdir 1 bölünsün n. Yəni, bunların birini azaldanda və yaxud da birini artıranda digəri azalmalıdır. Bir-birindən tərs asılı kəmiyyətdir. İndi tezliyi burada azaldırıq deyir. Onda period necə dəyişər? Təbii ki, tezliyi azaldırıqsa, period artmalıdır. Periodu tapdıq ki, t artar. Gəldik mərkəzə qaçma təcillinə. İndi mərkəzə qaçma təcilinin çoxlu düsturları var. Sadəcə biz burada nəyi sabit götürməliyik bəs? Nə etməliyik? Düsturu budur. Deməli 4 pi-nin kvadratı n-in kvadratı r. Burada biz görürük ki, tezliyi azaldırıq. Ona görə təcilin tezliklə olan düsturunu yazırıq. Tezliyi əgər azaldırıqsa, təcili də neyəcək? Azalacaq. Çünki təcillə tezlik burada düz kvadratik asılıdır bir-birindən. Təcil tezlikdən düz kvadratik asılıdır. Deməli, A neyəcək? Azalar. Artar, azalar. Cavabımız D variantı. 7 nömrəli məsələ. Qayışla əlaqələndirilmiş disklər üzərində 1, 2 və 3 nöqtələrinin dövrətmə periodları arasında hansı münasibət doğrudur? Belə məsələlərdə burada artıq görürük ki, 3 dənə disk var və 2 və 3 diskləri, belə deyək, bir-biri ilə qayışla əlaqələndirilib. Amma 2 ilə 1 gördüyümüz kimi eyni diskin üzərindədirlər. Biz demişdik ki, disk üzərində bütün nöqtələrdə sabit olan kəmiyyətlər, dövrlərin sayı, bucaq sürəti, dövr etmə periodu, dövr etmə tezliyi. Bunlar sabitdirlər. Deməli, burada bizdən periodu müqayisəsini soruşur. Biz ilk öncə heç 3-ə baxmayaq gəlin.
Gəlin disk üzərində baxın 2 və 1 nöqtələrinə baxaq. Müqayisə eləyək. Birinci 2 ilə 1-i. Period sabitdirmi disk üzərində? Deməli onda 1 ilə 2-nin periodu da, tezliyi də, dövrlərin sayı da, bucaq sürəti də hamısı bir-birinə bərabərdir. Bu nəticə qalsın burada. İndi 2 ilə 3-ü müqayisə eləmək istəyirəm. Artıq burada 2 ilə 3 də bir-birinə bərabər olmayacaq. Çünki artıq bunlar qayışlı ötürmədir və qayışlı ötürmədə biz demişdik ki, nə sabitdir? Sürətlə getdiyi yollar sabitdir. Deməli, biz periodu müqayisə eləyərkən V bərabərdir 2 pi r bölünsün t-dən. T-ni tapsaq, t bərabərdir. Deməli olacaq 2 pi r bölünsün v. Niyə mən bu düsturdan istifadə elədim? Çünki v-ni burada sabit verib. Sabitdir deyir qayışlı ötürmədə v sabit olmalıdır. Ona görə də t-nin biz diskin radiusundan asıllığını tapmaq üçün v olan düsturu yazmalıyıq. V burada sabitdir. Onda period radiusla necə asılı olacaq? Gördüyümüz kimi radiusla düz asılı olacaq. Radiusu böyük olanın periodu da böyük olacaq. Özü də yeganə perioddur ki, period yəni təkcə bu kəmiyyətdir ki, digər kəmiyyətlər, məsələn, təcildir, tezlikdir. Bunlar hamısı radiusla tərs asılıdır. Bir dənə period istisna haldır ki, radiusla düz asılı olacaq. Və burada 2-nin radiusu böyükdür, yoxsa 1-in? Baxırıq. 2-nin radiusu baxın bura. 1-in 3-ün radiusu isə buradır. Deməli 2 3-dən daha böyükdür. Yəni biz burada almışdıq. T1 bərabərdir T2. Deməli 2 böyük olacaq 3-dən. 2 böyük olacaq 3-dən. Deməli 1 ilə 2 bir-birinə bərabərdir. 3 də böyükdür. Cavab 3-dən böyükdür. Cavab C variantı. 8 nömrəli məsələ. Vahid zamanda ədədi qiymətcə dövrlərin sayına bərabər olan kəmiyyət necə adlanır? Vahid zamanda dövrlərin sayı deyirsə, n-i bölürük t-yə. Bu bizə dövr etmə tezliyini verir. Cavab B variantı. 9 nömrəli məsələ. Çevrə boyunca bərabər sürətlə fırlanan cismin periodu t-dir. Hansı zaman ərzində yer dəyişmənin modulu ən böyükdür? Çevrə üzrə bərabər sürətli hərəkətdə baxın, burada deyək ki, cisim A nöqtəsindən saat əqrəb istiqamətində hərəkətə başlayır. Çevrəni 4 hissəyə bölsək, təbii ki, biz period artıq bilirik nədir? Period bir dövrə sərf olunan zamandır. Cisim məsələn burada B nöqtəsinə gələndə keçən zaman anı periodun 4də 1-idir. Çünki 4 hissəyə böldük. Və bu zaman cismin yer dəyişməsi nə idi? Başlanğıc və son nöqtələr arasındakı məsafə. Baxın, bu məsafədir. Burada bir düzbucaqlı üçbucaq qursaq, görürük ki, bura R, burada R-dir, radiusdur. Onda AB yer dəyişməsi, yəni olacaq R kök altında 2. Eyni ilə də C nöqtəsinə gələndə də biz bunu deyə bilərik. Məsələn, burada bir D nöqtəsi götürək. D nöqtəsində cisim başladı A nöqtəsindən və hərəkət elədi, gəldi D nöqtəsinə. Yer dəyişmə başlanğıc və son nöqtələr arasındakı məsafə olduğundan, baxın, buradan belə bir xətt çəksək, yer dəyişməmiz bizim olacaq AD məsafəsi. Bu da çevrənin nə idi? Diametridir. Yəni 2R-ə bərabərdir diametr. Onda deməli, zaman periodun 2də 1-inə bərabər olanda yer dəyişmə olacaq 2R. Və ən böyük zaman periodun 2də 1-inə bərabər olanda olur. Digərlərində olur R, məsələn, hər bir üçün yazsaq, zaman əgər perioda bərabərdirsə, onda yer dəyişmə olacaq, təbii ki, 0. Çünki başladığı nöqtəyə cisim geri qayıdır. Məsələn, zaman periodun 4də 1-idirsə, bu zaman yer dəyişmə dedik ki, nəyə bərabərdir? R kök altında 2-yə bərabərdir. Əgər zaman periodun 2də 1-idirsə, bu zaman yer dəyişmə nəyə bərabərdir? Deməli,
2R-ə bərabərdir. Əgər 4-də 3-üdürsə, zaman periodun 4-də 3-üdürsə, yer dəyişməmiz yenə R kök altında 2-dir. Hətta 6-da 1-ini də yaza bilərik. Zaman periodun 6-da 1-idirsə, bu zaman yer dəyişmə ilə nəyə bərabər olacaq? Radiusa bərabər olacaq. Deməli, ən böyük harda oldu? Ən böyük zaman periodun 2-də 1-inə bərabər olanda. 10 nömrəli məsələ. Fırlanan disk üzərində götürülmüş A nöqtəsinin sürəti V-dir. Baxın, A nöqtəsinin sürəti V verib burada. B nöqtəsinin A nöqtəsinə nəzərən nisbi sürətini hesablayın. Deməli, disk deyək ki, fərz eləyək ki, saat əqrəb istiqamətində fırlanır. Onda A nöqtəsinin sürəti, baxın, bu istiqamətdə olacaq. Çünki A nöqtəsi burada, baxın, belə bir çevrə cızır. Sürətdə biz demişik ki, çevrəyə həmişə toxunan istiqamətdə yönəlməlidir və A nöqtəsinin sürətini bizə V verir. Gəlin görək B nöqtəsinin sürəti. B nöqtəsinin sürəti isə yenə toxunan istiqamətdə yönəlməlidir. Amma artıq disk üzərində biz görürük ki, A-nın mərkəzdən olan məsafəsi R/2-dir. B-nin mərkəzdən olan məsafəsi isə R-dir. Yəni radiusa bərabərdir. Biz də dedik ki, disk üzərində V bərabərdir omega R. Omega sabit idi, amma xətti sürət radiusla düz mütənasib asılı idi. Deməli, artıq radius burada, yəni çevrədən olan məsafə, B nöqtəsinin çevrədən olan məsafəsi A nöqtəsinin çevrədən olan məsafəsindən 2 dəfə böyükdür. Ona görə də B nöqtəsinin də sürəti A nöqtəsinin sürətindən 2 dəfə böyük olacaq 2V. İndi bizdən nə soruşur? Deyir, B nöqtəsinin A nöqtəsinə nəzərən nisbi sürəti. Nisbi sürəti artıq tapanda B nöqtəsinin A nöqtəsinə nəzərən nisbi sürəti, burada görürük ki, nöqtələrin sürətləri eyni istiqamətlidir və eyni istiqamətli hərəkətdə biz nisbi sürəti tapanda bir-birindən çıxmalıydıq. Yəni, VB-nin sürətindən çıxmalıyıq, VA-nın sürətini. VB-nin sürəti 2V-dir, A-nın sürəti V-dir. Onda elə cavabımız olacaq V. Cavab C variantı. 11 nömrəli məsələ. Sürüşməsiz diyirlənən diskin mərkəzinin yerə nəzərən sürəti V-yə bərabərdir. A və B nöqtələrinin yerə nəzərən sürətləri nəyə bərabərdir? Yadımızda saxlayaq ki, əgər disk sürtünmədən diyirlənirsə, yəni burada sürüşmə yoxdur, deməli, bu yerlə toxunan hissənin sürəti, yəni A-nın sürəti 0-dır həmişə. Və mərkəzin sürəti V-dirsə, mərkəz burada biz bilirik ki, R məsafədə yerləşir, yuxarıdadır, yəni cisimdən. Onda radiusla mütənasib götürəcəyik. Məsələn, B nöqtəsinin sürəti onda 2R-dirsə, mərkəzə nəzərən baxırıq burada. Deməli, olacaq onda B nöqtəsinin sürəti 2 dəfə çox, yəni 2V. Deməli, burada cavabımız olacaq A nöqtəsinin sürəti 0, B nöqtəsinin sürəti mərkəzin sürətindən, yəni kənar nöqtədir o, 2 dəfə çox 2V. Cavab A variantı. 12 nömrəli məsələ. Radiusu 40 cm olan diskin fırlanma oxundan ən kənar nöqtəsinin sürəti 60 metr/saniyədir. Disk 10 saniyədə neçə dövr edər? Deməli, bizə verilən kəmiyyətlər nələrdir? R verib bizə 40 cm radius. Biz bunu metrə çevirməliyik. Bu da eləyir 0,4 metr. Ən kənar nöqtəsinin sürəti deyir, yəni V bərabərdir, xətti sürətdir burada 60 metr bölünsün saniyədir. Disk 10 saniyədə neçə dövr edər? Zamanı da bizə verib 10 saniyə və dövrlərin sayını soruşur. Deməli, biz burada istifadə edəcəyimiz düstur V-nin dövrlərin sayından olan düsturudur. 2πr n bölünsün t. Buradan n-i tapsaq biz n bərabərdir. VT bölünsün 2πr bərabərdir. V-ni yerinə qoysaq V 60, T 10 bölünsün 2 vurulsun. Pi-ni 3 verib bizə. Radiusumuz da 0,4-ə bərabərdir. Gəlin hesablayaq. 2-ni 3-ə vuranda 6, 6 ilə 60 ixtisar gedəcək. Yuxarıda 10 qalacaq.
Deməli, onu ona 100 eləyir, 100-ü də 0,4-ə böləndə 250 dövr etmiş olacaq. Cavab olacaq D variantı. 13 nömrəli məsələdə deyilir ki, şəkildə O mərkəzindən keçən ox ətrafında fırlanan disk üzərində 3 nöqtə təsvir olunmuşdur. Bu nöqtələrin bucaq sürətləri arasında hansı münasibət doğrudur? Yenə disk məsələsi. Disk məsələsində biz bilirik ki, dedik ki, dövrlərin sayıdır, bucaq sürətidir, perioddur, tezlikdir. Bunlar hamısı nədir? Sabitdir. Deməli, 1, 2, 3 nöqtələrində hamısı bir-birinə bərabər olmalıdır. 14 nömrəli məsələ qayışlı ötürmə məsələsidir. 2 disk qayışlı ötürmə vasitəsilə fırladılır. 1 nöqtəsinin tezliyi n olarsa, 3 nöqtəsinin tezliyini tap. Artıq biz bilirik ki, burada diskdir. Birinci diskə baxacağıq. Əgər bir nöqtəsinin tezliyi n-dirsə, 2 nöqtəsinin də tezliyi n olacaq. Niyə? Çünki diskdə dedik, bayaq da dedik, tezlik dəyişmir, sabit qalır. Deməli, 1 və 2 nöqtələrinin tezlikləri bir-birinə bərabərdir. Amma biz bunu qayışlı ötürmədə deyə bilmərik. Qayışlı ötürmədə nə sabitdir? V sabitdir. Ona görə tezliyi müqayisə elədiyimiz üçün biz sürətin elə bir düsturunu yazmalıyıq ki, orada tezlik olsun. Bu düsturu yazıram. V bərabərdir 2 pi r n. N-i tapsaq buradan. N bərabərdir V bölünsün 2 pi r. Buradan görürük ki, biz dedik V sabitdir. Onda N ilə R bir-birindən necə asılıdır? Tərs asılıdır. Yəni, tərs asıllı radiusu kiçik olanın tezliyi böyükdür, radiusu böyük olanın tezliyi kiçikdir. İndi bizə burada nələr verilir? Verilənlərə baxaq radiusa. 3-ün radiusu R-ə bərabərdir. Yazıram, R3 bərabərdir R. 2-nin radiusu isə 2R-ə bərabərdir. Yəni, R2 bərabərdir 2R-ə bərabərdir. Deməli, nisbət şəklində yazsaq, N2 bölünsün N1 bərabərdir. Tərs asılıdır deyə. İndi burada biz 3 ilə 2-ni müqayisə edirik. Ona görə N2 bölünsün N3, R3 bölünsün R2. Gətirək yerinə yazaq. R3-ümüz nə qədərdir? R-dir. R2 2R-dir. Bəli, buradan ixtisarlar gedir, qalır. N2 bölünsün N3 2 də 1-ə bərabərdir və N2 də N-dir. Deməli, N bölünsün N3 bərabərdir 2 də 1-ə. N3-ü buradan tapsaq, nəyə bərabərdir? 2N-ə bərabərdir. Həqiqətən də heç bunu şifahi də tapmaq olardı. Çünki biz bayaq dedik ki, tezlik radiusla tərs mütənasib asılıdır. Yəni, 3-ün radiusu R-dir, 2-nin radiusu 2R-dir. 3-ün radiusu 2-nin radiusundan 2 dəfə kiçik olduğundan tezliyi isə 2 dəfə böyük olmalıdır. Cavabımız olacaq D variantı. 15 nömrəli məsələ. Verilmiş radiuslu çevrə üzrə hərəkət edən cismin mərkəzə qaçma təcilinin xətti sürətdən asıllıq qrafikinə görə çevrənin radiusunu hesablayın. Burada biz təcili götürək 32. Təcil əgər 32-dirsə, təcilə uyğun, baxın, sürəti də götürək. Və çevrənin radiusunu soruşur. Düsturu yazaq biz. A bərabərdir. Omega düsturumuz R-lə yazsaydıq omega kvadratı R, amma V-dir deyə omega V yazırıq. Və burada omeganın düsturunu gətirib yerinə yazsaq olur 2 pi deməli R, 2 pi N omega. Baxın, bu şəkildə olur. Amma burada bizdən nə istəyir görək? Çevrənin radiusunu istəyir. Aha, bu düsturdan yox, biz radiusu tapmalıyıq deyə təcilin bu düsturundan istifadə edəcəyik. A bərabərdir V kvadratı bölünsün R. Digər düsturlarda onsuz, baxın, bu düsturdan gəlir. Deməli, radius burada bərabərdir V kvadratı bölünsün A. V-ni dedik 4 götürürük, kvadratı olur 16, təcil 32. Bu da eləyəcək 2-də 1, yəni 0,5. Cavab C variantı. 16 nömrəli məsələ. Çevrə boyunca hərəkətdə dövrlərin sayının vahidi hansıdır? Təbii ki, dövrlərin sayının N, böyük N dövrlərin sayıdır və heç bir vahidi yoxdur. Adsız fiziki kəmiyyətdir, ölçü vahidi yoxdur. Deməli, cavab D variantı.
17 nömrəli məsələyə baxaq. Deməli, radiusu 6 metr olan çevrə üzrə 12 metr bölünsün saniyə sürətlə hərəkət edən cismin mərkəzə qaçma təcilini hesablayın. Yenə biz A bərabərdir. V kvadratı bölünsün R düsturuna əsasən. V-ni bizə 12 verib. Radiusu 6 verib. Onda deməli 12-nin kvadratı 144 bölünsün 6. Bu da eləyəcək deməli 24 metr bölünsün saniyə kvadratı. Cavab D variantıdır. 18 nömrəli məsələ. Saat əqrəbi dəqiqə əqrəbindən 4 dəfə qısadır. Əqrəblərin uc nöqtələrinin xətti sürətlərinin nisbətini hesablayın. Əgər bizə burada saat əqrəblərindən məsələ düşübsə, biz mütləq düsturlarda perioddan istifadə etməliyik. Çünki biz saat əqrəbinin bizə belə deyək, periodları məlumdur. Deməli, burada məsələn bir saat düşünək. Saat əqrəbi məsələn burada da olsun 12, bura olsun deməli 3, bura 6, burada 9. Saat əqrəbi hərəkət eləyərkən. Baxın, biz saat əqrəbinin uzunluğunu bizə verəndə, saat əqrəbinin uc nöqtəsi, baxın, sanki hərəkət eləyərkən bir çevrə cızır. Və burada biz saat əqrəbinin uzunluğu dedikdə, elə bu çevrənin radiusu kimi götürə bilərik. İstər bu saniyə əqrəbi olsun, istər dəqiqə əqrəbi olsun, istər saat əqrəbi olsun, fərqi yoxdur. Deməli, bizə şərtdə nə deyir? Deyir, saat əqrəbi dəqiqə əqrəbindən 4 dəfə qısadır. Verilənlərimizi yazaq. Deməli, R, artıq R burada əqrəblərin nə idi? Uzunluqlarıdır, yəni radiusdur. Dəqiqə əqrəbi saat əqrəbindən 4 dəfə qısadır. Yəni, R saat bərabərdir. Dəqiqə əqrəbindən 4 dəfə qısadırsa, R dəqiqəni biz bölməliyik 4-ə. Buradan da deyirik ki, R dəqiqə bərabərdir 4 R saat. Digər tərəfdən, əqrəblərin uc nöqtələrinin xətti sürətlərinin nisbətini soruşur. T gəlin tapaq. Saat əqrəbinin dövr etmə periodu nə qədərdir? Təbii ki, saat əqrəbi bir dəfə dövr eləyəndə 12 saat vaxt keçmiş olur. Deməli, saat əqrəbinin dövr etmə periodu 12 saatdır. Dəqiqə əqrəbinin dövr etmə periodu bəs nə qədərdir? Dəqiqə əqrəbi bir dəfə dövr eləyəndə 1 saat vaxt keçmiş olur. Deməli, onun da dövr etmə periodu 1 saatdır. Biz onda xətti sürətin hansı düsturundan istifadə edəcəyik? Baxın, xətti sürətin V bərabərdir, period olan düsturuna baxmalıyıq. 2 pi R bölünsün T düsturuna baxacağıq. Buradan görürük ki, xətti sürət radiusla düz mütənasib asılıdır, periodla tərs mütənasib asılıdır. Onda gəlin, biz bu asıllığı nisbət şəklində göstərək. Deməli, bura yazırıq. V dəqiqə bölünsün V saat bərabərdir. Dedik ki, radiusla necə asılıdır? Radiusla düz asılıdır. Deməli, onda burada yuxarıda yazacağıq R dəqiqə, aşağıda olacaq R saat. Amma asıllığımız hələ bitməyib burada. Periodla dedik ki, tərs mütənasib asılıdır, vurulsun. V dəqiqədirsə, burada olacaq tərs mütənasib asılı olduğu üçün yuxarıda olacaq T saat, aşağıda olacaq T dəqiqə. Baxın, indi verilənləri biz burada nəzərə alsaq, dəqiqənin yerinə, R dəqiqənin yerinə 4 R saat yazsaq, gəlin yazaq. Deməli, burada olacaq. Gəlin bunu bu tərəfə çəkək ki, məsələmizdə qarışmasın. Çəkə bilmədim. Eyb yoxdur, gəlin yazaq. Deməli, R dəqiqənin yerinə 4 R saat yazıram. Bölünsün R saat. Vurulsun. Deməli, oradan xətt çəkək. Vurulsun. T saatı biz dedik 12 saatdır. Yazıram bura 12 saat. Dəqiqə əqrəbinin dövr etmə periodu 1 saatdır. R saatları getdi. Buradan 4-ü 12-yə vuranda elədi 48. Cavabımız oldu 48. 19 nömrəli məsələ.
O bir oxu ətrafında fırlanan kürədə A və B nöqtələrinə uyğun olan hansı fiziki cəmiyyətlərin qiymətləri müxtəlifdir? Baxın, kürə gördünüzsə, biz bayaq dedik ki, diskdə sabit olan cəmiyyətlər, dövrlərin sayı, omega, bucaq sürəti, period, T, tezlik, N. Bu 4 dənə cəmiyyət disk üzərində sabit idi. Bunu biz diskdə demişdik, düzdürmü? Disk üçün. Həmçinin də biz bunu kürə üçün deyə bilərik. Yəni kürədə də bu qayda ödənilir. Deməli onda nələrin qiymətləri sabitdir? Dövr etmə tezliyinin qiyməti sabitdir. Periodun qiyməti sabitdir. Bucaq sürətinin qiyməti sabitdir. Burada cəmiyyətlərin, bax A ilə B-nin hansı qiymətləri müxtəlifdir? Xətti sürətin, bir də təcilin qiyməti müxtəlifdir. Özü də bunlar diskdə də olduğu kimi mərkəzdən olan məsafə ilə deməli məsafə ilə asılılığı var. Amma burada mərkəzdən olan məsafə deyəndə baxın, burada kürədə fırlanma oxundan olan məsafə nəzərdə tutulur. Yəni B nöqtəsinin fırlanma oxundan olan məsafəsi, yəni R-i biz bax bu məsafəni götürəcəyik. A nöqtəsinin fırlanma oxundan olan məsafəsi, baxın bu nöqtəni götürəcəyik. Yəni B nöqtəsinin mərkəzdən olan məsafəsi deyəndə tez buradan bunu göstərməli deyilik. Fırlanma oxundan olan məsafəni göstərməliyik. Deməli, burada cavabımız oldu 4-5. Məsələni çox da uzatmayaq. Deməli, 20 nömrəli məsələ yenə qayışlı ötürməyə aid bir məsələdir. Uyğunluğu deyir, müəyyən edin. Qayışlı ötürmə ilə fırladılan disklərin üzərində A və B nöqtələrində uyğunluğu müəyyən eləyək. Gəlin baxaq. Biz dedik ki, qayışlı ötürmədə nə sabit idi? Təbii ki, V sabit idi. Yəni, hər iki disk burada eyni sürətlə fırlanır. Bir də disklərdə qayışlı ötürmədə gedilən yollar sabit idi. Deməli, birincidə xətti sürət istəyir. Deməli, burada A variantında deyir ki, A və B nöqtələrində eynidir. Bəli, xətti sürətlər eynidir. Daha sonra mərkəzə qaçma təcili. Gəlin mərkəzə qaçma təcilinə A və B-də baxaq. Dedik ki, əgər sürət sabitdirsə, A-nın elə bir düsturundan istifadə edək ki, orada V olsun. Baxın, V. Onda radiusdan necə asılıdır? Deməli, tərs asılıdır təcil. Deməli, A-nın radiusu R-dir, gördüyümüz kimi. B-nin radiusu 2R-dir. Ən kiçik hardadır? Deməli, B-də kiçikdir. Çünki radiusu böyükdür, özdə 2 dəfə. Deməli, A nöqtəsində B nöqtəsindən 2 dəfə böyükdür. A nöqtəsində, çünki radius 2 dəfə kiçikdir. Ona görə mərkəzə qaçma təcili burada B. A nöqtəsində B-dən 2 dəfə böyük olacaq. Fırlanma periodu. Period dedik ki, yeganə cəmiyyətdir ki, qayışlı ötürmədə. Radiuslar necə asılıdır? Düz asılıdır. Yəni 2πr bölünsün V yazırdıq. Burada xətti sürət sabitdir. Period radiusla necə asılıdır? Düz mütənasib asılıdır. Deməli, burada artıq B nöqtəsinin periodu A nöqtəsinin periodundan böyük olacaq. Yəni, A nöqtəsində tərsinə desək, A nöqtəsinin periodu B nöqtəsinin periodundan kiçik olacaq. Özdə neçə dəfə? 2 dəfə kiçik olacaq. C də 3-ə uyğun gəlir. Burada D heç birinə uyğun deyil. Çünki A, B-dən 4 dəfə böyük olan cəmiyyətimiz olmadı. Həmçinin də kiçik olan cəmiyyətimiz olmadı. Düzgün cavabımız oldu A, 1A, 2B, 3C. Belə, əziz şagirdlər, ümid edirəm ki, video sizin üçün faydalı oldu. Məsələlərə istədim ki, biraz geniş izah verəm ki, həm də siz bu mövzudan biraz təkrar etmiş olasınız. Hər birinizə uğurlar arzulayıram. Növbəti video izahlarımızda görüşənədək. Sağ olun, sağlıqla qalın.